Hazırlaş, birazdan gələm, gedək Aslan xidmətə. Yaxşı. Siz gedin vaxtında hər şeyi rəsmiləşdirin, bitsin bu məsələ. Bu işdən nə qazanırdınsa, onun 2 qatını verəcəm sənə. Yaşar müəllim ailəli adamdır. Ağlımdan heç də keçmir. Ola bilsin sənin ağlından keçmir, amma mənim atamın ağlından keçir. Əvvəl Almaz xanım idi, indi üstünə Tural da gəldi. Mən belə şeylərə dözə bilmirəm. Yaxşı da sən canım. Tahir evdə? Çox əsəbi idi. Çıxdı getdi. Bu indi yenə başlayın iş açmasa yaxşıdır da. Biz biraz elə bir tələsik qərar verdik axı. Aydın məsələdir ki, Tahirin o qızla münasibəti oldu. Mən o gün sizə gələndə yalan deyirdim. İndi doğrudan hamiləyəm. Görüşləyirik. Biz sən görüşdün qızım. Hə, xala. Biz hamilədik, yalan demir. Nə istəyirsən? Hamı getdi hə? Qapını niyə bağlayırsan? Dəli olmusan, aç qapını. Qısınasa qoydun özü. Heç evliliyimi belə təsəvvür eləməzdim. Deyirəm bəlkəm evə getməyə, hə? Oğlumla gedək bir gəzək. Sizin oğlunuzdur? Hə, mənim oğlum. Mən indi başa düşdüm ki, niyə hələ də Mələk xanımı aparatda saxlayırsınız? Xəyanət 14 noyabr saat 22-də Xəzərdə.